Kosmetolog kimi fəaliyyət göstərən Ülviyə İlyasova həbs edilib. Bakı Apellyasiya Məhkəməsi bugün belə bir qərar çıxarıb. Məhkəmə zərər çəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ülviyə İlyasova barəsində həbs qəti imkan tədbiri seçilib. Qeyd edeyim ki, Ülviyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz liposaksiya, pisovurma, bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham elan edilib. Bu, Ülviyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, Aziya Estetik Mərkəzi MMC-nin direktoru Ülviyə İlyasova Bakıda evinin mətbəxində elçisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədən şəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ülviyə İlyasova 3 il müddətində səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 2 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi bildirilib.